analarına, atalarına kömək kömək eləyirlər, ediblər. Tarlada, meşədə, evdə, qızlar evdə, oğlanlar atalarının yanında. Və bu ən yaxşı tərbiyə üsulu idi. Uşağa məsuliyyət öyrədə-öyrədə onu böyüdə bilər. Uşaqlıqdan öyrəndirir. Məsələn, Makarenko belə bunu anlayırdı. Yaxın dövrün pedaqoqlar ki, məsuliyyət özü ən yaxşı tərbiyə alətidir. İndi məsuliyyət yoxdur. Uşağın yeganə işi oxumaqdır. O öz otağında bütün gün iqra oynayır. Çıxa bilirmi ki, bir oxumaqdan? Oxumaq qutarır Sonra ki, da oxuyur. o qədər oxumaq verirlər. Amma bu iş deyil. Buna bir iş də tapşırmaq lazım. Məsələn, otağı yığışdıracaqsan və ya get filan şeyi al gətir və ya get bostanı təmizlə ginən, alağını al ginən. Bu fiziki olaraq da işləməyi bacarmalıdır. O Nietzsche deyir ki, insan ailədə sevgi və hakimiyyətlə rastlaşır. Bu onun gələcəyi üçün çox önəmli bir zəmindir.